Məsələ 4. Hasili 3 qat faktorialla ifadə edin. 2 vuraq 11 vuraq 20 vuraq 8 vuraq 23 vuraq 14. Deməli bu ədədi biz 3 faktorialla ifadə eləmək istəyirik və götürürəm mən nə edirəm? Bu ədədlər hasilini bunu azalma sırasında yazıram. Deməli olacaq 23 vuraq 20, sonra 14, 14, 11, 8, 2 və bilirik ki 3 qat faktorialda hər bir vuruq özündən əvvəlkindən 3 vahid kiçik olur. Ondan mən bu ifadəni belə yaza bilirəm, bərabərdir. Göründüyü kimi 23 vuraq 20, 3 vahid kiçik 20. 20-də 20 ilə 14 arasında elə bir ədəd yazmaq lazımdır ki, o faktorialla belə gətirsin. O nə olacaq? 3-ünü çıxanda olur 17. Deməli, vuraq 17 yazıram, sonra 14-ün özünü yazıram. Və burada 14-dən sonra 11 yazmaq olar. 11-dən sonra 8-i də yazmaq olar. 8-dən 3-ünü çıxanda 5 edir. Deməli, vuraq 5 yazıram. 5-dən də 3-ünü çıxanda qaldı, burada vuraq 2. Və göründüyü kimi verilən ifadəni mən 17 və 5-ə əlavə elədim. Onda bu ifadənin özünü də 17 vuraq 5-ə bölsək, 17 vuraq 5-ə bölürəm. Onda ifadəmizin özünə bərabər olur. Surəti isə artıq yeni kəsir, burada kəsirdə 23 faktorial əmələ gətirdi. Deməli, surət verir 23 faktorial, 23 3 faktorial, bölünsün 17 vuraq 5, 5 dəfə 7, 35, 85. Beləliklə, verilən ədədlər hasilini biz 3 qat faktorialla ifadə etmiş olduq.